Xalq artisti Şahnaz Haşimova xəstəxanaya yerləşdirilib. Bu barədə sənətçinin oğlu Tural Abdullayev Qafqazinfoya məlumat verib. Onun sözlərinə görə Şahnaz Haşimova günün birinci yarısında əməliyyat olunacaq. Gəncədəki özəl xəstəxanalardan birinə yerləşdirilib. Bizə dedilər ki, mütləq əməliyyat olunmalıdır. Günün birinci yarısında əməliyyat olunmalıdır. Xatırladaq ki, 68 yaşlı xalq artistinin 2003-cü ildə də səhhətində problem yaranmışdı. Xalq artisti Şahnaz Haşimova əməliyyat edilib. Ajansız xəbər verir ki, bu haqda Unikala sənətçinin nəvəsi Eldar Abdullayev məlumat verib. Onun sözlərinə görə əməliyyat uğurla başa çatıb. Xalq artisti Prezidentin təqaüdçüsü Şahnaz Haşimovanın bugün Gəncə Beynəlxalq Xəstəxanasında baş tutan əməliyyatı uğurla bitib. Hazırda palata şəraitində müalicəsi davam etdirilir. Əməliyyatı Gəncə şəhər Birləşmiş Xəstəxanası direktoru cərrah İlkin İsmailov və xəstəxananın ümumi cərrahı Anar Cəfərov uğurla həyata keçirib. O əlavə edib ki, Şahnaz Haşimovanın vəziyyəti normaldır.